Bir ata ailəsini qorumaq üçün özünü meşədə ağacına zəncirləsin. Bir insanı buna məcbur edən səbəb nə ola bilər axı? Bu hekayə uydurma deyil, tamamilə real faktlara əsaslanıb. Hazırsansa, başlayaq. George və ailəsi dininə bağlı idi. George hər bazar günü mütləq qaydada kilsəyə gedərdi. Bu onun həyatının dəyişilməz qaydası idi. Ta ki, o bazar gününə qədər. O bazar səhəri evdə qeyri-adi abu-hava var idi. Sanki nəsə yolunda deyildi. Həyat yoldaşı uşaqları geyindirdi. Ayaqqabıların döşəmədən çıxardığı səs bütün evdə yayılırdı. Hamı kilsəyə getmək üçün hazırlaşırdı. Bir tək George-dan başqa. George yerində uzanmışdı və sadəcə tavana baxırdı. Həyat yoldaşı George-un yanına gələrək niyə kilsəyə getmək üçün hazırlaşmadığını soruşanda George səssiz və uzunca baxdı. Sonra sakit amma qərarlı səslə dedi: "Bu gün evdə qalacağam." Bu sözlər qəribə idi. Çünki George bütün bazar günləri kilsəyə gedərdi. O heç vaxt bazar günləri evdə qalmazdı. Lakin səsində tərəddüd yox idi. Sanki bu qərar çoxdan düşünülərək verilmişdi. Həyat yoldaşı da düşündü ki, yəqin vacib işləri var. Ona görə də ikinci sualı vermədən otağı tərk etdi və ailə evdən çıxdı. Qapı örtüldü. George evdə tək qaldı. Bir neçə saat sonra ailə evə qayıtdı. Evdə dərin bir sükut vardı. George evdə yox idi. Əvvəlcə bunu normal qarşıladılar. Ta ki, masanın üzərindəki kiçik o kağız parçasını görənə qədər. Kağızda yazılmışdı: "Meşəyə getməliyəm. Kaş ki, bunu etməyə məcbur qalmayaydım." Səhər açılmışdı. İkinci gün başlamışdı. George-dan xəbər yox idi. Ailə axtarışlara başladı. George-u tanıyan, tanımayan hər kəs axtarışa qoşuldu. Axtarışlara ilk olaraq meşədən başladılar. Hər kəs meşəyə dağılmışdı. Hamı George-un adını səsləyirdi. O qədər səs var idi ki, onu George-un eşitməməsi mümkün değildi. Ancaq səslərə cavab verən yox idi. Sanki meşə susmuşdu. Nə ayaq izi var idi, nə qan izi, nə də başqa bir iz. Hava artıq qaralırdı, ancaq axtarışlar nəticə vermirdi. Bir neçə saat keçdi. George-un qonşularından biri qəfil dayandı. Əvvəlcə nə gördüyünü anlamadı. Bir addım geri çəkildi və var gücü ilə dəhşət içində qışqırdı. Onun qarşısında, torpağın üstündə, qanlar içində bir kişi cəsədi var idi. Bu George Arnold idi. O, bir ayağından qalın dəmir zəncirlə ağaca bağlanmışdı. Tamamilə çılpaq idi. Paltarları bir kənarda yığılmış, topalanmış halda idi və bədənində müxtəlif dırnaq və diş izləri var idi. George-un dişləri qırılmış və torpağın üzərinə səpələnmişdi. Bu mənzərə adi cinayətə bənzəmirdi. Daha qorxulu, izahı çətin bir hadisəyə bənzəyirdi. Qışqırıq səsinə hər kəs ora toplaşdı və gördükləri qarşısında hamı şokdaydı. Birdən George-un həyat yoldaşının qışqırığı bütün meşəni doldurdu. O, bunu kim edib deyə hayqırırdı. Ancaq səs verən yox idi. Çünki həqiqət tamamilə fərqli idi. Bir neçə dəqiqə sonra George-un şalvarının cibindən bir məktub tapıldı və həqiqət üzə çıxdı. Məktubda George ailəsini, uşaqlarını nə qədər çox sevdiyini qeyd edirdi. Lakin onları qorumaq üçün bunu etməyə məcbur olduğunu da yazmışdı. Çünki George-u quduzluq xəstəliyi olan bir it dişləmişdi. 1881-ci ildə quduzluq xəstəliyinə qarşı hər hansı müalicə, peyvənd yox idi. George bunu etməyə məcbur qalmışdı. Çünki dözülməz ağrılar, aqressiya, nəzarəti itirmək qorxusu onu bunu etməyə məcbur etmişdi. Yəni George hər şeyin fərqində idi. O bilirdi ki, biraz da gözləsə ailəsinə, tanıdıqlarına ziyan vura bilər və bu xəstəliyi onlara keçirə bilər. George dini inancları olan biri idi. O intihar da etmək istəmirdi. Çünki intihar onun fikrincə günah idi. Ona görə də o üçüncü yolu seçdi. Meşəyə getdi, özünü ağaca zəncirlədi və soyuqda xəstəliyin onu parçalayaraq öldürməsinə icazə verdi. Bəs sən George-un yerində olsaydın nə edərdin? Abunə olmağı unutma.